Salamlar və dəyərli şagirdlər, əziz abituriyentlər. Bildiyiniz kimi artıq 11-ci sinifdən buraxılış imtahanları bitib və 9-cu siniflər üçün də aprel ayı bitəcək. Və bundan sonra bəzi tələbələr, abituriyentlər düşünür ki, artıq ingilis dili və yaxud da digər fən qrupları üçün Azərbaycan dili və yaxud da riyaziyyat artıq onlar üçün lazım deyil. Və yaxud da belə düşünürlər ki, artıq ehtiyac yoxdur, sentyabr gələndə və yaxud da avqust aylarında bəzi müəllimlər başı avqust ayında oxuyaram. Amma belə bir nüans var ki, artıq bəzi abituriyentlər bəzi fənlərdən zəifdir. Bu hamımızın məlum olduğu bir məsələdir ki, hamıya məlumdur ki, tələbələr, abituriyentlər ilkin olaraq müəyyən baza formalaşdırmalıdır və yay, əgər abituriyentsənsə, yayda çalışdığın qədər yayı maksimum səmərəli istifadə etməlisən və maksimum səmərə üçün, maksimum bal üçün və bildiyiniz kimi ballarda hər il oynamalar olur. Bu artma da ola bilər, azalma da ola bilər və yüksək nəticə əldə etmək üçün istər-istəməz maksimum çalışmalısan. Və buna görə dəyərli yoldaşlar, ingilis dilindən aprel ayının 20-sindən başlayaraq gələn il 9, 10, 11-ci siniflər üçün yay qrupları və 11-lər üçün 2026 marafonunu elan edirəm. İlk öncə onu qeyd etmək istəyirəm ki, yay qrupları aprel ayının 20-sindən demək olar ki, avqustun 1-nə kimi dərslər davam edəcək. Burada proqramı bir dəfə təkrar edib, hətta bir dəfə bitirib, hətta təkrar edəcəyik. Bu zaman dimin birinci, ikinci hissə topluları, əlavə mövzu və ümumi sınaqlar, o cümlədən esse, dinləmə, reading temalarda, yəni oxu mətnlərinin hər birini çalışdığımız qədər mənimsəməyə çalışacağıq. 2026 marafon necədir? Bu sadəcə 11-ci siniflər üçündür. Yəni indidən xüsusi olaraq başlayacağıq. Bir də imtahan bitəndə inşallah artıq dərslərimiz bitəcək. Bu dövrdə istər-istə sınaq qrupları, istərsə də sürət qrupları, hər birisi sizin ixtiyarınız olacaq. Həmçinin dərs qrupları. Bir müddətdən sonra təbii ki, ilkin mərhələdə həftədə 3 dəfə dərslər keçiriləcək, amma bilirsiniz ki, o son periodda daha çox məşğul olmaq lazımdır ki, daha çox sual görəsən və daha çox sual görərək imtahana daha yaxşı nəticə əldə edə bilərsən. Bilirsiniz ki, ingilis dili çox vaxt praktikaya əsaslanan bir fəndir ki, yəni listeningdə çoxlu dinləmə praktikası eləməlisən, readingdə çoxlu söz praktikası eləməlisən, essedə çoxlu esselər yazırsan ki, artıq bu səndə vərdiş almalı və ingilis dilində əsas məsələ vərdiş almaqdır və bunun üçün biz maksimum dərəcədə çalışacağıq. Son periodda təbii ki, dərslərimiz demək olar ki, hər gün olacaq. Sınaqlar, istənilən mövzuya dair bir sınaq yox, bir neçə sınaq, həmçinin ümumi sınaqlar, keçmiş illərin qəbulları, keçmiş illərin model sualları və s. Yəni bilə biləcəyiniz hər şeyi biz burada işləyəcəyik. Xüsusi qruplar təxmini 2 qrup açılacaq bundan bağlı və sayda məhduddur. Qrupda maksimum 8-10 nəfər olacaq, yəni artıq dərs keyfiyyətinə məncə ziyan verir. Qrup həftədə 3 dəfə 90 dəqiqə dərslər olacaq, dərslər Zoom proqramında aparılacaq. Əlavə məlumat üçün də, yəni demək olar ki, bütün məlumatları verdim. 051 318 99 21 nömrəsinə yazıb, buradan da ətraflı məlumatlar ala bilərsiniz. İnşallah 2026-cı ilə çox yaxşı proyektlər var və həmçinin onu qeyd etmək istəyirəm ki, videolar, istənilən mövzuya dair video həm bizim YouTube kanalımızda, həm də xüsusi tələbələr üçün, yəni bizim abituriyentlər üçün çəkib atacağıq. Həmçinin istənilən sınağın və saytda olan bəzi mühüm sualların, yəni düşə biləcək potensiallı sualların hər birinin video izahı da bizim abituriyentlərə göndəriləcək. Dərsin rekordu, yəni bu əslində çox önəmli bir məsələdir. Çox qabardılmayan bir məsələdir. Çünki çox müəllim bunu göndərir və məncə ən düzgün o edir. Nəyə görə? Çünki dərs 90 dəqiqə oldu və bitdi. Amma elə olur ki, abituriyentlər test işləyəcək və s. deyir, müəllim nəsə demişdi. Bu demişdiləri ümumiyyətlə müəmmaları aradan qaldırmaq üçün dərsin rekordu çox vacibdir. Həmçinin valideynlər artıq dərsin rekorduna baxaraq dərs prosesini, dərs gedişatının necə olduğunu artıq onlar da bələd olacaqlar. Həmçinin onu da qeyd edeyim ki, valideynlər üçün də özəl qrup açılacaq. Yəni valideynlər mütəmadi olaraq öz övladlarından bağlı məlumatlar alacaqlar. Həmçinin belə bir şey deyim, ilk öncə düzdür, PDF şəklində bəzi sınaqlar atılır, amma bunun bir üstü də var ki, artıq onlayn sınaq
müəyyən saat olur və müəyyən saat ərzində işləyir və cavablar elə izahlarla bərabər çıxır. Bu təbii ki, hər zaman olmasa da bizdə yəni hər ay sonu olacaq və buradakı olan sınaq nəticələri valideynlərə göndəriləcək və valideyn artıq öz övladının nəticəsinə, onun bilik bacarıqlarına, potensialına və hər şey artıq burada çox üzr istəyirəm, hər şeyə bələd olacaq və bu da artıq belə deyim, valideyn, müəllim, abituriyent üçbucağını çox yaxşı şəkildə idarə edən amillərdən biridir. Dəyərli yoldaşlar, hər birinizə indiki 11-lərə blokda 9-lara buraxılış imtahanında, gələcək 11-lər və 9-lara isə gələcək imtahanlarında uğurlar arzu edirəm. İnşallah hər kəs öz istədiyi nəticəni, həmçinin öz əziyyətinin bəhrəsini görər. Həmçinin bildiyiniz kimi, bunu da son olaraq qeyd edeyim, qarşıdan imtahanlardan sonra ali təhsil müəssisələrinin ixtisas seçimi olacaq və mən bununla da bağlı dəstək videoları çəkəcəm. Həmçinin kimlər indidən yazılmaq istəsə, qeydiyyata da yazıla bilərlər. Yəni təbii ki, tam günün standartlarını və bala uyğun ən yaxşı seçimi çalışacağıq ki, eləyək və müxtəlif ixtisas qruplarının analizi, keçən il necə olub, bu il necə olub və s. bu tip məsələləri gələcəkdə də çəkəcəyik və aydınlaşdıracağıq. Hər birinizə izlədiyiniz üçün təşəkkür edirəm.